Herkese salam. Bugün sizinle birlikte demek Codera'da 3.6'nın izahına baxacağıq. 3.6 möhkəmləndirmə testləridir və kodlaşdırılma informasiya miqdarının ölçülməsinə aid testlərdir. Gəlin baxaq. İlk sualımızda deyir ki, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Qalan səhifələrin hər birində 32 sətr və hər sətirdə orta hesabla 16 simvol var. Sənəd Unicode'da kodlaşdırılmışdır. Bu sənədin informasiya həcmi neçə kilobayt olar? Demək, əgər bizə məsələnin şərtində həm qrafik, həm mətn veribsə, biz onların həcmini ayrı-ayrı tapıb hesablamalıyıq. Bizə də deyir ki, 258 səhifəm var. Bu 258 səhifənin iki səhifəsində, yəni birinci və sonuncu səhifəsində 10 kilobaytlıq şəkil var. Yəni bir dənə səhifədə 10 kilobaytlıq şəkil varsa, iki dənəsində 20 kilobaytlıq şəklimiz var. Yəni biz qrafikin həcmini tapdıq. 20 kilobayt. Düzdürmü? İndi yerdə nə qalır? 258-in ikisində şəkil varsa, yerdə qalır 256 səhifəmiz. Biz də bilirik ki, mətni informasiyanın həcmini tapmaq üçün səhifə, vurulsun sətr, vurulsun simvol, vurulsun bir simvolun yaddaşda tutduğu yer, yəni i. O da bərabərdir həcmi verir bizə. Bizə səhifə sayı verib. Nə qədər? 256 səhifə. Çünki ikisi qrafik informasiya var ikisində. Yerdə qalan 256-sında isə mətn informasiya var. Yazırıq 256, sətrimizi verib 32, simvolumuzu verib 16 və i-ni verib. Deyir ki, sənəd Unicode əlifba standartına görə kodlaşdırılıb. Unicode'da da bilirik ki, bir simvol 2 bayt yer tutur. Vurduq 2-yə. 256 2 üstü 8 deməkdir. 32 2 üstü 5 deməkdir. 16 2 üstü 4 deməkdir. Vurduq 2-yə. Və biz bilirik ki, riyaziyyatdan əsas eyni olanda üstlər toplanılır. Yəni, demək, 8-in üzərinə 5 gəlirik, 13, 13-ün üzərinə 4 gəlirik, 17, 17-nin də üzərinə 1 gələndə bunun üstündə 1-dir. Elə də 18 bayt. Sadəcə bizdən cavabı kilobaytla istədiyinə görə biz baytdan kilobayta keçməliyik. Baytdan kilobayta keçəndə ölçü vahidlərinə görə bit, bayt, kilobayt. Baytdan kilobayta keçəndə aradakı məsafə 210-dur və kiçikdən böyüyə getdikdə bölmə əməlindən istifadə edirik. Yəni biz bunu böləcəyik 210-a, ixtisar gedəcək və 18-dən böləndə üstlər çıxılır, vuranda üstlər toplanılır. İndi 18-dən 10-u çıxırıq, yerdə qalır 8. Yəni cavab eləyir 2 üstü 8. 2 üstü 8 də 256 deməkdir. Bundan sonra biz mətnin kilobayt. Biz mətnin həcmini tapdıq. Mətnin həcmi 256 kilobaytdır. Şəklin həcmi 20 kilobaytdır. Gətirib qoyuruq yerinə 20 kilobayt üzərinə 256 kilobayt. Bu da bizə verir 276 kilobayt. Cavab edir 276 kilobayt D variantı. Daha sonra keçirik digər məsələyə. Digər məsələdə də bizə deyir ki, 258 səhifəlik sənədin birinci sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Sadəcə burada, bayaq Unicode'da deyirdi, burada ASCII-də deyir. Yəni, iki səhifəmizdə, hər səhifədə 10 kilobaytlıq şəkil var. İki səhifə, birinci və sonuncu səhifəsində. Yenə bunu yazdıq. 20 kilobaytlıq demək, iki səhifədə şəkil var. Sonra düsturumuza görə yerdə 256 səhifəmiz qalır. Vuraq 32, vuraq 16. Amma burada bizdə bayaq Unicode deyirdi, indi ASCII deyir. ASCII-də bir simvol 1 baytdır. Bu da eləyir bizə 2 üstü 8 vurulsun, 2 üstü 5 vurulsun, 2 üstü 4 vurulsun 1. Bu da bizə verir 2 üstü 17 bayt. Sadəcə cavab yenə kilobaytla olduğuna görə biz bunu bölürük 2 üstü 10-a, yerdə qalır 2 üstü 7 kilobayt. Yəni 128 kilobayt. Və sonda da həm şəklin həcmini tapdıq 20, həmçinin də mətnin həcmini tapdıq 128. Bu da edir
148 kilobayt. Yəni cavab olur A variantı. Davam edək. Sonra üçüncü sualda gəlin baxaq. Üçüncü, dördüncü sual nümunələrinə. Ümumiyyətlə bu tip misalları həll edəndə əgər sizə tək qrafik və mətni eyni anda veribsə, hər birinin həcmi mütləq ayrı-ayrı tapılmalıdır. Hətta bəzən səs də verilir, audio tipli informasiya da verilir. O zaman audio tipli informasiyanın həcmini də ayrı-ayrı tapmaq lazımdır. Yenə burada verib bizlər 258 səhifəli sənədin birinci və sonuncu səhifəsi. Yəni 2 səhifəsində 10 kilobaytlıq şəkil var. Bu da eləyir 20 kilobaytlıq şəkil. Hər səhifədə 10 kilobaytda. Yəni bir səhifədə 10 kilobaytdırsa, 2 səhifədə 20 kilobaytdır. Bu bizim şəklimizdir. Mətndə yerdə nə qalır? 258-in ikisində şəkil varsa, yerdə qalır 256 səhifə. 256 səhifə, 32 sətir, vurulsun 16 simvol. Amma sizə bu səfər deyir ki, sənəd 124 simvollu minimal əlifbada kodlaşdırılıb. Yəni, enim 1024'dür. O zaman buradan i olur 10. Çünki 1024 2 üstü 10 deməkdir. i də bizə verir 10'u. Bax, bu hissə, yəni qüvvət 10'u göstərir. Və bunun, buradakı 10'un vahidi həmişə, yəni həmişə i'nin vahidi bitdir. Hər zaman i'nin vahidi bit olacaq. Gələcəm, bunu vuracam 10'a. Bu da bizə verir 10 vurulsun 2 üstü 8 vurulsun 2 üstü 5 vurulsun 2 üstü 4. 10 vurulsun 2 üstü 17 bit. Bitdən də kilobayta keçəndə bu səfər 2 üstü 13'ə bölürük. Demək, üstlər çıxılır, 17-dən 13 çıxırıq. Edir 2 üstü 4. Yəni burada qalır 4, 2 üstü 4. Bu da bizə verir 160 kilobaytı. Demək, tapdıq ki, mətnin həcmi 160'dır, qrafikin həcmi 20'dir. Bu da edir 180 kilobayt. Yəni cavab oldu E variantı. Sonra digər məsələyə baxsaq, digər məsələdə də bunun kimidir. Sadəcə görək bizə nəyi verib, nəyi istəyir. 258 səhifəli sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsviri var. Və yəni bildik, 2 vurulsun 10, bu elədi bizdə 20 kilobayt, yəni qrafik təsvirimiz var. Qalan səhifələrin, qalan yerdə nə qalıb? 256 səhifəm qalıb. Hər birində 32 sətrim var, 16 simvolum var və minimal əlifbanı soruşur bizdən. Yəni böyük eni soruşur bizdən. Biz də böyük eni tapmaq üçün i'ni bilməliyik. Yəni burada biz düsturda i'ni bilmirik, yazdıq i. Həcmi də verib bizə 212 kilobayt. 212 kilobayt. Mən dedim ki, i'nin vahidi bitdir. Yəni bu tərəf kilobayt olduğuna görə kilobaytdan bitə çevirməliyik. Kilobaytdan bitə keçəndə, yəni böyükdən kiçiyə keçəndə, baxın, bit, bayt, kilobayt. Biz bura 2 üstü 3'dür, 2 üstü 10'dur. Kilobaytdan bitə keçəndə vurma əməlindən istifadə edirik. Böyükdən kiçiyə keçəndə vurulur. 2 üstü 10, 2 üstü 3. Aradakı məsafə 2 üstü 13'dür. Yəni sən 2 üstü 12'ni vuracaqsan 2 üstü 13'ə. 212'ni. Sonra buradan i'ni tapmağa nə var? i bərabərdir. 212 vurulsun 200. 2 üstü 13. Bu 2 üstü 8. Bu 2 üstü 5. Bu 2 üstü 4. Yəni 2 üstü 17. İxtisar gedir. Burada qalır 4. 2 üstü 4 yəni. 2 üstü 4'ün də 16'nı verir. 212'ni də 16'ya bölsəm verəcək bizə 13 tam nə qədərsə. 4'ün izahına baxırıq. 4'də deyir ki, 258 səhifəli sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Yəni, 2 səhifəmizdə 10 kilobaytlıq qrafik informasiyamız var. Bu bizə verir 20 kilobaytı. Bir dənəsi 10 kilobaytdırsa, 2 səhifə dediyinə görə birinci və sonuncu səhifə. 2 səhifəmiz 20 kilobaytdır.
Deyək, qalan səhifələrdə bilirik də düsturumuzu. Səhifə, vurulsun sətir, vurulsun simvol, vurulsun bir simvolun həcmi, i-nin də vahidi hər zaman bit olur, bərabərdir həcmə. Buradan da deyir ki, sənədin ümumi informasiya həcmi 212 kilobayt olarsa, bu məlumatın kodlaşdırılacağı ən minimal əlifbanı müəyyən edin. Yəni sizdən böyük yeni soruşur. Böyük yeni soruşur. Böyük yeni də tapmaq üçün siz əvvəlcə buradan i-ni tapmalısınız ki, gəlib. Sonra böyük yeni tapasınız. Çünki böyük yenin düsturu n bərabərdir 2 üstü i-dir. Gəlin baxaq. Bizə şəklin informasiya həcmini verib 212. Düzdürmü? 212-dir. 212-dirsə ümumi həcm, yəni qrafiklə mətnin ümumi həcmi 212-dir. Biz şəklin həcmini bilirik ki, 20 kilobaytdır. Buradan mətnin həcmini tapanda 212-dən 20-ni çıxacaqsınız. Mətni informasiyanın həcmi qalır 192 kilobayt. Yəni buradan da bildik ki, mətni informasiyanın həcmi 192 kilobaytdır. İndi gəlin tapaq. Səhifə sayımız 258-in ikisində şəkil olduğuna görə, iki səhifəsində şəkil olduğuna görə yerdə 256 səhifəsi qalır. Yazırıq ki, 256 vurulsun 32 sətrimiz var. 32 vurulsun 16. Vurulsun i. i-nin də həmişə vahidi dedik ki, bit olur. Bərabərdir 192 kilobayt. İndi baxın, bu tərəf bitdi, bu tərəf kilobaytdır. Biz eyni ölçü vahidinə gətirməliyik. Burada i-ni aparıb i-ni yerinə qoyacağımıza görə biz bitə gətirməliyik. Kilobaytdan da bitə keçəndə bit, bayt, kilobayt. Ölçü vahidlərindən 2 üstü 3-dür bitlə bayt arasındakı məsafə, bayt ilə kilobayt arasındakı məsafə də 2 üstü 10-dur. Və biz bilirik ki, böyükdən kiçiyə keçəndə vurma əməlindən istifadə edilir. Yəni 192-ni vuracaq 2 üstü 13-ə. Buradan da i-ni tapanda i bərabərdir. 192 vurulsun 2 üstü 13. Bu 2 üstü 8-dir, 2 üstü 5-dir, 2 üstü 4-dür. Yəni 2 üstü 17. İxtisar gedir, qalır burada 16. 192-ni də 16-ya böləndə qalır 12. İndi biz i-ni tapdıq 12. Amma bizdən minimal əlifba, ən minimal əlifbanı soruşur. Yəni böyük yeni soruşur. Böyük yeni də bərabərdir 2 üstü i olduğuna görə buradan da bərabər edirik. 2 üstü i-ni tapsaq 12 gətirib qoyuruq yerinə 12. Bu da bizə verir 4096. Cavabımız olur 4096. Yəni D variantı. Sonra davam edirik. 4-ə baxdıq. 5, 6. Baxaq 5 və 6-cı sual nümunələrinə. 5, 6, 7 hətta üçünü də bir yerdə baxaq.